Dostlar, bugün sizlə dil dərsindəyik. Bundan öncə də dərslərimiz olmuşdu. Dil haqqında, ümumiyyətlə, duluzçuluq haqqında mən qısa məlumatlar vermişdim uşaqlara. Sizə də gəlin qısa məlumatlar verim. Ümumiyyətlə, dil nədir? Dil yerin torpaqdan öncəki təbəqəsidir. Və dildən sonra aşağıda getdikcə digər süxurlar, digər qatlar olur. Yəni, gil elə bir maddədir ki, tərkibində yapışqan bir xammal var. Yəni, bu yapışqan olan bir xammal onu hansısa bir formaya gətirməkdə yardım edir. Ondan sonra hazırlanan əşyalar quruyur və formasını itirmir. Ona görə də dildən keçmişdə insanlar çox əşyalar hazırlayıblar, bəzək əşyaları hazırlayıblar, ondan sonra qablar hazırlayıblar, məişətdə istifadə olunan, heykəllər hazırlayıblar. Ümumiyyətlə, dil qədim bir sənətdir. Sonralar bu sənət inkişaf eləyərək duluzçuluq adına, belə deyək də, keçmişdir. Yəni ki, duluzçuluq adı ilə tanınır. Yəni, sizin bildiyiniz o gil, sadəcə torpaqdan aldım, gətirdim, istifadə elədim, elə bir gil deyil. Yəni, o bir neçə dənə aşamadan keçir, sistemdən keçir. Necə keçir? Yəni, indi sizin istifadə edəcəyiniz gillər hansısa bir prosesdən keçib. Yəni, o gil torpaqdan alınır, ondan sonra o ələnir, daşdan, çınqıldan təmizlənir və ondan sonra yoğrularaq hansısa bir kütlə halına salınır, preslənir və qablaşdırılır. Bu qaydada gəlib bizə çatır.